Hamıya salam. Bu gün sıfırdan məntiq dərslərimizin ikinci hissəsi olan analogiya və anaqram dərsini davam edirik. Analogiya və anaqram dərsi məntiq, magistr məntiq imtahanı üçün çox önəmli dərslərdən birisidir. Çünki bu dərsdən deməli imtahana bir neçə sayda suallar düşür. Biz də hal-hazırda imtahana düşmüş və imtahan düşə biləcək sualların izahına baxacağıq. Sualların bəziləri isə, hətta bir çoxu isə Demin öz kitabında olmuş suallardır. Gəlin, başlayaq. Deməli, birinci suala deyir ki, bizə il, əsr. Yəni, əsr illərdən təşkil olunur. Yəni, 100 il bir əsr deməkdir. Bizə indi 100 miskal 1 qram deyil, 100 sentinə 1 ton deyil, 10 sentinə 1 tondur. 100 gün bir ay deyil, amma 100 qəpik bir manatdır. Yəni məntiqi əlaqəsini tapdıq ki, 100 il bir əsrdir, 100 qəpik isə bir manatdır. Sonra ikincidə ticarət mümkün deyil. Ticarət nəsiz mümkün olmaz. Mağazasız ola bilər, onlayn ola bilər. Pulsuz ola bilər. Məsələn, dəyişdirməklə. Malların dəyişdirməsini ola bilər. Tərəzisiz ola bilər. Bəşəri malçı tərəzi ehtiyacı yoxdur. Sonra piştaxtasız, yəni onlaynda məsələn piştaxta yoxdur. Amma malsız ticarət mümkün deyil. Sonra ay döşəyi spor və şam ağacı nə? Ay döşəyi sporla deyim çoxalır. Sporla çoxalır. Şam ağacı isə qozalar vasitəsilə çoxalır. Bəzi tələbələr burada toxum deyil, sadəcə olaraq qozanın içərisindəki toxumdan çoxalırlar. Amma ümumi olaraq qozalar vasitəsilə çoxalırlar. Sonra neon qaz ekvador. Bu imtahana dəfələrlə düşmüş bir sualdır və çox çaşdırıcı bir sualdır. Əslində asandır, amma bir hərflə çaşdıra bilirlər. Neon qazdır, bəli. Amma ekvador bəziləri deyir ki, məsələn, meridiandır, xəttdir. Deyil. Ekvador ölkədir. Ölkə. Sadəcə olaraq ekvator olsaydı, məsələn, ekvatorda t var elə, xəttdə də 2 dənə t var. Bax, buradan yadda saxlamaq lazım ki, ekvatorda xətt var, xəttdə də 2 dənə t var. Deməli, ekvator nədir? Xəttdir. Amma ekvador nədir? Ölkədir. Sonra, roman, proloq, opera. Bu da dəfələrlə qəbula düşmüş suallardandır. Romanın əvvəli proloq, sonluğu isə romanın əvvəli proloq, sonluğu epiloq adlanır. Epiloqdur. Operanın əvvəli uverturadır, sonluğu nədir? Librettodur. Bizə isə lazım olan uverturadır. Əvvəli istəyir çünki. Sonra, hər sazı pozulmuş 5 sözdən 4 arasında məntiqi əlaqə var, fərqli söz göstərin. Bunlar millətlərdir. Uyğur, Başqır, Çeçen, Tatar və Manat. Manat isə burada millət deyil, pul vahididir. Sonra 7-də deyir ki, bizdə aromat, aromaterapiya. Yəni, aromatla müalicə nə adlanır? Aromaterapiya adlanır. Bitki ilə müalicə isə nə adlanır? Fitoterapiya adlanır, bəli. Bu, səhv etmirəmsə 2024-cü ilin qəbul sualıdır. Bu sual. Sonra, 80 sualda deyir ki, ağac, bitki, söyüd. Baxırıq, söyüd nədir? Ağaçdır. Ağac nədir? Bitkidir. Qarışıqı nədir? Həşərat. Həşərat nədir? Heyvandır. Bəli, A variantı düzgün cavab. C variantına baxaq. Hadisə prosesdir. Proses tərbiyə deyil. Tərbiyə prosesdir. Proses hadisə ola bilər. Günəş, daha doğrusu ay, yer deyil. Yer günəş deyil. Xeyr. Filə meyvə kol ota aid deyil. Qum, divar, daş. Qum divara aid deyil. Divar daşa. Belə bir aidiyyat yoxdur yəni. Burada qarışqa həşəratlar sinifinə aiddir. Həşəratlar sinifi isə ümumiyyətlə heyvanlar sinifinə aiddir. Buna görə cavabı da olur A variantı. Bayraq, rəmz. Bəli, bayraq nədir? Rəmzdir. Baxırıq buradan. Rəmz yəni bayraq rəmzə aiddir, belə deyim. Burada qarşı tənkil aid deyil. Vəhşi hüquqşünas. Bəli, vəhşi hüquqşünas aiddir. Giləmeyvə qarağata aiddir. Qarağac giləmeyvə ayrıla bilər. Qeyri konstitusiyaya aid deyil. Dövlət prezidentə aid deyil. Sonra baxırıq 10-cu suala. Fərqli sözü tapın. Deyir ki, bizdən gödəkcə, yağış, külək, qasırğa, leysan. Baxırıq indi buradan. Yağış, külək, qasırğa, leysan bunlar təbii fəlakətlərdir və yaxud da təbii hadisələrdir, belə deyim.
Amma gödəkçə burada təbii hadisə deyil. Sonra 11-ci sualda deyir ki, yenə hərf sazı pozulmuş 5 sözdən 4-ü müəyyən əlamətə görə oxşardır. Hərf sazını müəyyən edərək fərqli sözü tapın. Birinci, islahatçı, inqibatır, irticacı, inqilabçı və mühafizəkar. Gördüyünüz kimi bu A, C, D və Y variantlarındakı sözlərin hər biri insana aiddir. Yəni insan xüsusiyyətləridir. Amma inqibator insan deyil. Bu da 2024-cü ilin qəbul sualıdır. Gövdə ağcaqovaq ağac. Gövdə aiddir ağcaqovaqa, o da aid nəyə? Ağaca. Sərnişin avtobus nəqliyyata. Dimdik bülbül, bülbül quş. Bəli, bülbülün dimdiyi olur. O da quşlar sinifinə aiddir. Göbələk milçək qıran kök deyil. Gül tikana aid deyil. Tikan gülə aid ola bilərdir. Səhifə kitaba, kitab isə hekayə aid deyil. Belə deyim də buradan. Biz dedik ki, buradan ağcaqovaq ağacın gövdəsi olur. Bu nədir? Ümumiyyətlə ağaca aiddir. Avtobusun sərnişini olmaz da. Avtobusun bir hissəsi deyil sərnişin. Avtobusun hissəsi təkərdir, yəni roldur. Bülbülün amma bir hissəsi dimdikdir. Bəli, o da quşlar sinifinə aiddir. Milçək qıran göbələyin bir hissəsi deyil. Gül tikanın bir hissəsi deyil, tikan gülün bir hissəsidir. Kitab səhifə kitabın bir hissəsidir. Amma eyni zamanda kitab hekayəyə aid deyil, nəşrə aiddir. Səhvdir deməli bu da. 13-cü suala deyir ki, bizə yenə fərqli söz göstərin. Bu ola bilər kardioloq, uroloq, oftalmoloq, qastroloq və nekroloq. Nekroloq bildiyimiz kimi ölülərlə işləyən insana deyilir. Yəni digərləri isə canlı insanlara xidmət göstərən həkimlərə deyilir. 14-də baxaq. Kvadrat, kub. Kvadrat, kubun deməli, belə deyim də, hissələri, yəni kvadrat müstəvi fiqurdur, bu isə fəza fiqurudur. Yəni kubun hissələri kvadratdan ibarətdir. Paralelipedin hissələri yenə paralelogramdan ibarətdir. Bunlar da yenə biri müstəvidir, digəri isə fəza fiqurlarına aiddir. Sonra dağ, mağara, ağac. Bax, dağın arasındakı boşluğa deyirik nə? Mağara. Ağacın boşluğuna deyirik bəs. Ağacın boşluğuna isə deyirik nə? Çor. Bu 2025-ci il sual səhv etmirəmsə. Bəli, ağacın isə boşluğuna deyirlər çor. İlin rübləri olur. Bəs estafetin nəyi olar? İl demək olar ki, rüblərə bölünür də, 4 rüblə bölünür və yaxud 2 rüblə bölünür il. Estafet isə nəyə bölünə bilər? Belə deyim. Yarış deyil, çünki yarışa bölünməz, finişə bölünməz, ağac qələbə deyil. Mənim cavab mənzildir. Amma niyə mənzildir? Gəlin də onu izah edeyim. Estafet yarışı bir komanda yarışı kimi göstərilir də. Məsələn, bir komandanın bir üzvü gəldi, müəyyən bir finişə çatdı, artıq digər turu onun komanda yoldaşı getməlidir. Bax, o gəlib dayandığı yerə deyirlər mənzil. Yəni, hər bir iştirakçı və mənzildə dayanır, onun komanda yoldaşı həmən hissədən yenidən qaçmağa başlayır. Bu olur estafetin mənzilləri. Necə ki, il rüblərə bölünür, estafet isə mənzillərə bölünür. 17-də hərf sazı pozulmuş 5 sözün arasında yeni məntiqi əlaqə var. Hansı söz fərqlidir? Şilyapa, kepka, papaq, furaşka və şərf. Burada şərf papaq başa daxildir. Papaq başa daxildir, kepka başa daxildir, furaşka başa daxildir. Şilyapa da eyni zamanda. Amma şərf boyuna dolamaq üçün istifadə olunur. Sonra botanika bitkilərlə bağlı elmdir. Bəs ornitologiya nəyə aiddir? Göbələk aiddir. Göbələk mikologiyadır, at hipologiyadır, ilan serpentologiyadır, it isə kinologiyadır. Qaldı nə? Quşlara aid elmdir. 19. Metr məsafəni ölçmək üçün istifadə olunur. Metr məsafəni ölçmək üçün istifadə olunur. Burada isə litr həcmi ölçmək üçün istifadə olunur. Qaçan qaçış ölçmək üçün deyil, saniyə zaman ola bilərdi. Səhvdir. Burada da yay hərarəti ölçmək üçün deyil, təkər avtomobil deyil. Cavab doğru Y variantı. 2026 axırıncı qəbula düşmüş suallardan birisidir. Bu da skaner, spidometr, modem, prosesor, printer. Burada skaner, modem, prosesor, printer. Üstəm 2026 deyil, 2020 və ya
2 idi. Burada düşmüş qəbuladan suallardan biridir. Scanner, speedometer, modem, prosesor və printer. Buradan speedometer kompüterin bir hissəsi deyil, hamısı kompüterin hissələridir. Hə, 2026 sualı budur. Axırıncı qəbul düşmüş sualdır. Bilərzik, medalyon, boyunbağı, üzük və kuzə. Üzük və kuzə. Deməli, buradan hamısı bilərzik, medalyon, boyunbağı, üzük bunlar insan üzərinə belə deyim də bəzi əşya kimi istifadə olunan əşyalardır, amma kuzə bunlara aid deyil. Kuzə bir qab kimi istifadə olunur. 22-ci sual deyir ki, bizə verilmiş sözlərdən 4 arasında eyni bir məntiqi əlaqə var. Fərqli olan sözü tapın. Sürücü maşın idarə edir. Pilot təyyarəni idarə edir. Kapitan gəmini idarə edir. Maşinist qatarı, amma kapitalist idarəçi deyil, kapitalist bir sistemdir. Böhran, iqtisadiyyat. Deməli, böhran iqtisadiyyatın, iqtisadi böhran deyir də biz. Deməli, böhran aid iqtisadiyyata. Təşbih nəyə aiddir bəs? Təşbih aiddir kimya deyil, fizika deyil, sintaksis deyil, sonra təyin deyil, bir dənə qaldığına ədəbiyyat. Ədəbiyyata aid təşbihdir. Deməli, böhran aiddir iqtisadiyyata, təşbih aiddir ədəbiyyata. Sonra deyək ki, aşıqlar sözləri xüsusidən ümumiyə doğru sıralayın. Deməli, xüsusidən ümumiyə deyirsə, deməli, böyükdən, kiçikdən böyüyə doğru gəlməliyik. Ən kiçik hansıdır burada? Ən kiçik olacaq nə? Paytaxt. 3. Paytaxt harda olur? Ölkədə. 4. Ölkə harda olur? Materikdə. Materik nəyə harda olur? Yerdə. Yer nədir ümumiyyətlə? Planetdir. Planet harda yerləşir? Galaktikada. Bu oldu bizim 24 sorunun cavabı. Yenə deyirəm, xüsusidən ümumi edirsə biz buradan xüsusi ən kiçikdən ümumi ən böyük anlayışdıq, geniş anlayışdıq. Kiçikdən böyüyə doğru sıralanmalıyıq. 25-də isə deyək ki, ümumidən xüsusiyə doğru, yəni böyükdən xüsusiyə doğru deyək gəlin burada. Ən böyük hansıdır burada? Baxın, registr, ana plata, sistem blok və prosesor. Ən böyük burada aid bir sistem blok, çünki bunların hamısı sistem blokun içərisində yerləşir. Sistem blokun içərisində var ana plata. Ana platanın üzərində var prosesor. Prosesorun üzərində var nə? Registr. İnformatikaya aid bir məntiqi sual. Deməli, burada 26-cı sualda verilmiş anaqramlardan hansı ilk iki sözün sonu ikincinin əvvəlidir? Məsələn, bunun sonluğu digənin əvvəli olmalıdır. Məsələn, Sabir Bilibiya və yaxud da Biliyə deyənməliyik. Samir yenə Miriya və yaxud da Limbiya deyənməliyik. Samur. Samur çay var. Samur. Cənəlim yazaq, yuxarıdan Samur. Bir də var Urmiya. Məsələn, Urmu buradan yazsan, oldu Urmiya. Bu ola bilər, yəni. Samur və Urmiya alınır. Salman, Almanya. Bizə dəqiqə Samur, Urmiya. Urmiya ola bilər, Alman. Salman, Salman. Ola bilərmi? Ola bilər. Bizə dəqiqə bunu silək. Burada deməli, 2 dənə variantımız qalır. Bu da ola bilməz, yəni. Qaldı bir C və D variantları. Samur. Samur və Urmiya ola bilər. Salman və Almanya. Almanya ola bilər. Xeyr, bu ola bilməz. Çünki, belə deyim, burada bir dənə A hərfi olmalıydı. Amma burada alımını verib biləcənə. Alımlıya yaza bilər. Yəni, bu olmaz, onca qalır C variantı. 27-ci sualda. Deyir, canlı ölkə alim. Baxırıq bura. A variantı Çexiya. Çexiya nədir? Ölkədir. Çin yazdıq bura. 2 yazdıq. Xərçəng nə? Canlıdır. Yazdıq 1-ə. Einstein alimdir. Yazdıq bura. Balıq canlıdır. Yazacağıq. Deyə. Və Finlandiya isə ölkədir. Yazdıq bura. Deməli, 1D-yə, 2A-yə, 3C. Burada da deyir ki, verilən 4 sözdən 5 arasında məntiqi əlaqə var. Bu məntiqi əlaqəyə uyğun olmayan variantı seçin. Güllə, mərmi, tüfəng, ləvazimat, top. Burada cavab olmalıdır ləvazimat. Çünki bundan hər biri silahın, belə deyim, gülləsi, mərmisi və yaxud da müxtəlif silahların atılan hissələridir. Amma ləvazimat deyil. Ləvazimat bunların hamısına aiddir. Hamısı ləvazimata aid daha doğrusu. Hərf
rəqəm, kərpic, atom, soba. Hər söz düzəldir. Rəqəm ədəd düzəldir. Kərpic ev düzəldir. Atom zərərçi düzəldir. Amma soba burada fərqlidir. Sonra təəssürat, təəssüf, tənəffüs, şübhə və təəccüb. Burada təəssürat, təəssüf, şübhə və təəccüb insan emosiyalarıdır. Amma tənəffüs insanın icra etdiyi bir hərəkətdir. 31-də. Dost, tanış, gecə, gündüz, it, pişik, duz, çörək, yemək, içmək. Baxın, gecə ilə gündüz əks mənalıdır. İt, pişik əksdir, duz, çörək əksdir, yemək, içmək əksdir. Amma dost, tanış eyni mənanı verir. Sonra kompot, kıvas, su, ayran, şərbət. Burada kompot sudan ibarətdir. Kıvas sudan ibarətdir. Ayran sudan ibarətdir, şərbət də sudan ibarətdir. Yəni hər bir ümumi anlayışımız suya aid, amma su burada fərqlidir. Su çünki ümumi anlayışda yarımçı suyun hissələridir. Gələk belə bir maraqlı sual var idi burada. Avtomobil, kərpic, sement, palıd, təkər, təzyiq, çəklik, qatar, şünar, böyük. Bu Demin öz kitabında olan suallardan birisidir. Gəlin başlayaq. Məsəl üçün, avtomobil kərpicdən başlasaq. İndi belə bir şey var ki, burada nə ilə bitirsə, ona uyğun bir variantdan başlamalıdır. Kərpic, sement. Məsələn, sementlə başladıq. Sement nə ilə bitir? Palıdla. İndi biz palıda uyğun olaraq nə götürə bilərik? Küknar. Küknar nə ilə bitir? Toyuqla. Toyuqla götürə bilərik? Kəklik. O nə bitir? Qatarla. Qatarla təkər uyğun gəlmir. Deməli, cavab nə oldu bizdə? Artıq olan variantımız C variantı təkər təzyiqli. Yenə deyirəm. Burada deməli necə başlayırıq? Avtomobil kərpic verir bizə. Nə ilə bitirsə, elə bir variant seçməliyik ki, məsələn, ona uyğun bir sözlə başlasın. Məsələn, sement. Nə ilə bitir sement? Palıdla. Palıd ağacdır. Ağaclardan bir nə var? Burada küknar var. Yazıq küknar toyuq. Toyuq nədir bizdə? Quşdur. Ona uyğun gələn nədir? Kəklik. Yazdıq qatar, bir dənə artıq olan nədir? C variantı artıq qaldı. Deyir ki, yenə mənaca uyğun olmayan söz seçin. Olmayan söz seçməliyik buradan. Nəticəsiz, mənasız, gərəksiz, əbəs. Deməli, məğlub nə aiddir? Qalib aid deyil. Bunu götürə bilərik. Son, səy, faydasız, səmərəsiz, hədər. Burada deməli, bircə dəqiqə verilmiş sözlər mənaca uyğun olmayan sözləri seçindir. Deməli, buradan götürə bilərik. Məğlub götürə bilmərik. Çünki məğlub zaten məğlubdur. Qalib götürə bilərik. Sonra mənaca uyğun olmayan sözlər seçin. Bəli. Əbəs, nəticəsiz, mənasız, gərəksiz. Qalib buna aiddir. Faydasız, səmərəsiz, hədər. Məğlub, son, səy, faydasız. Sonra üçüncüdə C variantında deyir ki, son, səy, yenə faydasız, səmərəsiz. Sonra başqa götürə bilərik buradan. Bircə dəqiqə. Deməli, məğlub, qalib, son verib bizdə belə bir şey. Deməli, biz burada məğlub zaten mənfi mənadadır. Qalib müsbət mənalı, son mənfi mənadadır. Səy artıq cəhd göstərmək deməkdir. Elə məğlub, əbəs, 1, 2, 4, 6, bircə dəqiqə. Deməli, biz götürə bilərik burada nəyi? Deməli, məğlub, qalib, son, səy, faydasız, səmərəsiz, hədər. Bunlardan deməli nə götürə bilərik?
belə deyim də, bu nəticəsiz, mənasız, gərəksiz, əbəs məğluba aid deyil axı. Yəni məğlubun bunlara bir yaxınlığı yoxdur. Qalibin də bunlara bir yaxınlığı yoxdur. Sonun da bir yaxınlığı yoxdur əslində bunların. Səy cəköz, bununla yaxınlığı yoxdur. Amma faydasız ola bilərmi? Bəli, ola bilər. Nəticəsiz, faydasız, səmərəsiz, mənasız, gərəksiz, əbəs ola bilər. Hədər. Nəticəsiz, mənasız, gərəksiz, əbəs, hədər. Bəli, əbəsdən hədər götürə bilərik. Deməli, 1, 2, 3, 4 bizim düzgün cavabımız olmalıdır. E variantı. Biraz düşündürücü sual idi. Tələbə, qrup. Deməli, burada tələbə hara aiddir? Qrupa. Sonra buradan indi şagird sinifə aiddir. Əsgər takıma aiddir. Yenə əsgər takıma aiddir. Fəhlə briqadaya aiddir. Kitabsa kitabxanaya aiddir. Burada bircə dəqiqə qrup tələbəyə aid. Tələbələr içində qrup var da. Qrup tələbəyə aiddir. Və indi belə edə bilərik. Burada fərqli olan nə oldu? Əsgər takım. Çünki burada əsgər takıma aid. Yalnız oxun istiqamətinə baxın, hər biri sağdan sola doğru gəlir. Bir dənə bu soldan sağa doğru getdiyinə görə cavabımız bir də fərqli olan B variantı olur. Yemək, ac, tox. Deməli, yemək acı tox edər. Avtobus sürücünü marşrut etməz. Taxta mişarı mebel etməz. Uşaq zalı kalman etməz. Şəkər, çay şirin eləyər. Bəli, cavab D variantı. Burada məktəbə deyir ki, verilmiş sözlə ən çox bağlılığı olan sözü seçin. Məktəb ən çox, məktəb nə ola bilər ən çox? Yəni, lövhəsiz məktəb ola bilər. Ola bilər. Sonra, zalsız məktəb ola bilər. Ola bilər. Həyətsiz məktəb ola bilər. Ola bilər. Amma müəllimsiz məktəb, məktəbin anlayışı müəllim orada nəsə ki, dərs keçməlidir. Müəllimsiz məktəb ola bilməz. Məncə cavab B variantdır. Liman, depo, aeroport, vağzal, kosmodrom. Limanda gəmi dayanır. Aeroportda təyyarələr dayanır. Vağzalda avtobuslar dayanır. Amma bir də qatar dayanır. Və kosmodromda isə təyyarə deməyib, raketlər üçün istifadə olunur. Bəs depo bir nəqliyyat vasitəsi üçün dayanacaq deyil. Sonra rast, təranə, sevgah, şur və cahagah. Bunların dördü bir muğam hissələrinə aiddir. Amma təranə mahnı musiqi növlərindən birisidir. Tələbə, müdavim, məzun, şagird və kursant. Bunlardan məzun bizim düzgün cavabımız olmalıdır. Çünki məzun artıq bitirib. Bunlar artıq oxuma davam etmirlər. Tələbə, müdavim, şagird və kursant davam edir oxumağa. Məzun isə artıq bitirmiş hesab olunur. Və beləcə ikinci dərsimizə də aid 40 dənə fərqli, maraqlı, qəbula düşə biləcək və düşmüş sualların izahına baxdıq. Növbəti dərsimizdə görüşənədək sağ olun, salamat qalın.